Salam müəllimlər, hər vaxtınız xeyir olsun. 3 iyun 26-cı il üçün sertifikasiya cəlb olunan fənlərdən musiqi fənninə dair sınaq testləri paylaşıldı. Gəlin onların izahını bir yerdə edək. Birinci sual, Şəhzad simfonik suitası və 1001 gecə baletini hansı ortaq cəhət birləşdirir? Şəhzad simfonik suitası Rimsko-Korsakovundur, 1001 gecə baleti Fikrət Əmirovundur. Hər iki əsər eyni nağıl əsasında yazılmışdır, yəni A variantı. Mirzə Hüseyn, Xaric hansı muğamın növləridir? Mirzə Hüseyn və Xaric Segah muğamının 5 növündən ikisidir. Burada da cavab olacaq Segah Y variantı. Verilənlərdən hansı həm musiqi əsəri, həm də musiqi termini kimi işlədilə bilər? Söhbət adajyodan gedir. Adajyo həm tempdir, həm də baletdə 2 nəfərin ağır templi rəqsinə də adajyo deyilir. 5 diyezli major qammasının adı hansı bənddə verilmişdir? Sual çox konkretdir. Konkret 5 diyezli major qamması istəyir və yaxud onun paralelini istəmir. Bu da olacaq Si major qamması. Fikrət Əmirov Azərbaycan musiqisində hansı janrın yaradıcısı olmuşdur? Fikrət Əmirov muğamla simfonik janrı birləşdirərək simfonik muğamın əsasını qoymuşdur. A variantı. Hansı musiqi alətlərinin qoltuq növləri vardır? Ümumən bilirik ki, cürə növlü alətlər 3 cürdür, qoltuq növlü alətlər 2 cürdür. Qoltuq növlü alət olur saz və nağara. Karvan musiqi əsərini izah edən müəllim hansı bəstəkarın yaradıcılığına müraciət edir? Karvan Sultan Hacıbeyevin yaradıcılığında var. Rus musiqisində isə Aleksandr Baradin demişdik. Asiya səhraları olur burada A variantı. 4x4 ölçülü xanənin tərkibində neçə 8-lik not var? 4x4 ölçüsündə ümumiyyətlə bir neçə izahlarımda qeyd eləmişəm həmişə. 4x4 ölçüsündə ümumiyyətlə 4lük ölçüdə aşağıda 4 varsa, o 4 çərəyi göstərir. Üstdəki 4 isə onun çərəyin xanəndə neçə ədəd olmasını, yəni 4x4 ölçüsündə çərək xanədə 4 ədəd olmalıdır. Demək ki, 4x4 ölçüsü çərəklik bir xanədir, əsasını çərək təşkil edir və onu 8-liyə çevirəndə 4 çərək 8-8-liyə bərabər olacaqdır. Y variantı. Rauf Abdullayev hansı orkestrin baş dirijoru vəzifəsində çalışmışdır? Rauf Abdullayev simfonik orkestrin dirijorudur. Verilən şəxsləri hansı ortaq cəhət birləşdirir? Hüseynqulu Sarabski, Cabbar Qaryağdıoğlu, Məşədi Məmməd. Verilən şəxslər bizim tanınmış xanəndələrimizdir. Bu baxımdan cavab olacaq B. Don Kixot simfonik qravürləri hansı bəstəkarın yaradıcılığına məxsus əsərdir? Don Kixot qravürləri bəstəkar dediyinə görə Qara Qarayevdir. Roman yazıcısını istəmir, rejissoru istəmir. Bəstəkar dediyinə görə söhbət Qara Qarayevdən gedəcək. Franz Schubertin Mişə Çarı əsəri hansı janrdadır? Franz Schubert Mişə Çarı mahnı balladasını yazmışdır. Bu baxımdan əsərin janrı balladadır. Fikrət Əmirov hansı xalq mahnısını səs və fortepiano üçün işləmişdir? Fikrət Əmirov Küçəyə su sərpmişəm xalq mahnısını səs və fortepiano üçün işləmişdir. Rəşid Behbudov isə bunu ifa etmişdir. Mövzu olaraq 8-ci sinifdədir. Ruslan və Lyudmila operasının qəhrəmanının adının düzgün verildiyi bəndi seçin. Burada da olacaq Svetozor. B variantı. Aşıq Qərib dastanı haqqında tədbir hazırlayan müəllim hansı iki bəstəkarın yaradıcılığına müraciət etməlidir? Aşıq Qərib dastanı ümumiyyətlə bilirik ki, 3
əsər var ki, Aşıq Qərib dastanı əsasında yazılıb. Biri kinodur, Cavanşir Quliyevin Aşıq Qərib kinosu, hansı ki Gürcüstanda çəkilmişdi. Biri operadır, Aşıq Qərib dastanına əsaslanmışdır, Reingoldun yazdığı Şahsənəm operası. Biri elə əsərin adı da Aşıq Qərib idi, Zülfikar Hacıbəylinin Aşıq Qərib operası. Bu da olur D variantı. La major qammasının tonik hissəsini yaradan notlar adı hansı bənddə düzgün verilib? La major qamması tonika dediyinə görə söhbət birinci pillədən gedəcək. Tonika üç səsli 1, 3, 5-ci pərdələrdən qurulduğuna görə la majorda da 1, 3, 5 olur la, do, diyez, mi notları ki la, do, diyez, mi la majorun tonika üç səslidir. E variantı. Hansı pauza bir yarım not ölçüsünə bərabərdir? Bir yarım not ölçüsünə bərabər elə yarım pauzanın özüdür. Şagird tarda gərayi şöbəsini ifa edə bilirsə, hansı muğama həsr olunmuş tədbirdə iştirak edə bilər? Gərayi şöbəsi rastın şöbəsi olduğuna görə şagird rast muğamına həsr olunmuş tədbirdə iştirak edə bilər. Rəşid Behbudov Tofiq Quliyevin bəstələdiyi mahnıları hansı filmdə ifa edir? Rəşid Behbudov Bəxtiyar filmində Bəxtiyar rolunda oynadığı üçün orada olan Bəxtiyar obrazında olan mahnıları da ifa etmişdir. B variantı. İlk opera haqqında təqdimat hazırlayan şagird hansı bəstəkarın yaradıcılığından danışmalıdır? İlk opera bilirik ki, Claudio Monteverdi'dən gedir söhbət İtalya yaradıcılığından gedir. Claudio Monteverdinin Orfej Papeya'nın Tac qoyma mərasimi operası ilk opera sayılır ki, bu da D variantıdır. Aşıq musiqisi hansı komponentlərdən ibarətdir? Vurğulayım ki, bu test diagnostikdə də düşmüşdü. Sadəcə orada fərqli şəkildə düşmüşdü. Orada xalq musiqisini soruşurdu. Orada cavab xalq şeiri, xalq melodiyası idi. Burada mövzu dəyişib. Daha doğrusu testi cüzi olaraq dəyişiblər. Aşıq musiqisi hansı komponentlərdən ibarətdir? Aşıq şeiri və aşıq melodiyasından ibarət olduğuna görə 2C olacaq burada. C variantı. Trio və kvartet neçə musiqiçidən ibarətdir? Trio 3 nəfərdir, kvartet isə 4 nəfərdir. Bu baxımdan cavab olur C. Xalq mahnısı kimi tanınan bu mahnının əslində müəllifi məşhur xanəndə olmuşdur. Mahnının adı hansı bənddə düzgün verilmişdir? Xalq mahnısı kimi tanınan bir neçə mahnılarımız var ki, əslində onun müəllifləri var. Söhbət Xanşuşinski və Cəfər Qaryalıoğlu'ndan gedir. Burada da Qəmərin mahnısıdır ki, onun müəllifi var. Lakin biz onu xalq mahnısı kimi tanıyırıq. Zakir Bağırov operettasının Tofiq Quliyev isə həmin pyesin əsasında çəkilmiş filmin musiqisini bəstələmişdir. Düzgün bəndi seçin. Düzgün bənd qaynanadır. Oktay Zülfiqarov yaradıcılığından olan hansı əsər uvertüra janrında yazılmışdır? Mövzu olaraq səhv eləmirəmsə bu 6-cı sinifdir. Şənlən mənim xalqım uvertüraya bənzəyir. Soprano və alt səslərinin ifası üçün nəzərdə tutulmuş əsər hansı heyət ilə ifa olunmalıdır? Soprano və alt vurğulayım ki, sual olaraq, mövzu olaraq eyni ilə Naxçıvana da düşmüşdü. Və 2023-cü ilin MİQ testində də bunu rastlaşırıq. Söhbət qadın xorundan gedir. Əfrasiyyət Bədəbəli Kikican xalq rəqsindən hansı janrda yazdığı əsərində istifadə etmişdir? Kikican xalq rəqsi Əfrasiyyət Bədəbəlinin Qızqalsı baletində istifadə olunub. Janr olaraq balet E variantı. Xor, orkestr və solistlərin iştirakı ilə ifa olunan əsəri dinləmək istəyən şagird hansı janra müraciət edəcək? Bu, əgər xor varsa
orkestr varsa baxmalıyıq tərkibə, verilən janrlara. Baletdə xor yoxdur, çıxılır. Etüddə xor yoxdur, çıxılır. Simfoniyada xor yoxdur, vokal partiya yoxdur, çıxılır. Mahnı isə hər zaman xor və orkestr əsas məsələ ifa olunmur. Yerdə qalır sırf oratoriya. Yəni bu əslində tərif olaraq oratoriyanın tərifində verilir. Bir də əlavə olaraq deyirik ki, iri həcmlidir. Uşaq mövzusunda yazılmış ilk iri həcmli əsər haqqında danışarkən müəllim Əşrəf Abbasovun hansı əsərini nümunə göstərə bilər? Söhbət Qaraca qız baletindən gedir ki, Qaraca qız baleti Azərbaycanda ilk iri həcmli uşaqlar üçün yazılmış ilk iri həcmli əsərdir. Musiqi əsərinin ağır tempini hansı termin bildirir? Ağır qravüdür. Burada verilənlərdən allegro cəhddir, sostenuto moderato orta tempdir, maestoza təntənəli xarakterdədir. Xalis intervallar adlı mövzuda yanlış təqdim olunan interval hansıdır? Burada prima, kvinta, oktava, kvarta xalislərdir, nono isə mürəkkəb intervaldır. İş burasıdır ki, heç mürəkkəbin də xalisi deyil. Ona görə nonodur burada. Milli qəhrəman haqqında danışarkən Oqtay Rəcəbovun hansı əsərini nümunə kimi təqdim etmək olar? Oqtay Rəcəbov Çingiz simfonik rekviyemi ilə milli qəhrəmanımıza bu əsəri həsr etmişdir. Milli trio haqqında danışan müəllim hansı zərb alətini qeyd etməlidir? Milli trio dediyimiz Azərbaycan üçlüyüdür. Tar, kamança, qaval və yaxud da dəf. Ki burada da cavab dəfdir. Dəflə ritim tuturduq muğam oxunarkən. Burada da dəfdir cavab. Milli trio dediyinə görə dəfdir. Yəni belə baxanda qoşa nağara, dümbək, nağara da zərb alətlərin olmağına baxmayaraq söhbət triodan getdiyinə görə dəfdir. Füzulinin qəzəlləri Üzeyir Hacıbəylinin hansı əsərinin mətn əsasını təşkil edir? Füzulinin qəzəli Üzeyir Hacıbəylinin Leyli Məcnun əsərində öz əksini tapır. Leyli Məcnun, Füzulinin Leyli Məcnun roman əsasında yazılmışdır. Yaradıcılığında Şur adlı əsər olan bəstəkarlar hansılardır? Şur, Fikrət Əmirovun Şur simfonik muğamı var. Üzeyir Hacıbəylinin Şur fantaziyası var. Eləcə də Gülarə Əliyevanın Şur fantaziyası vardır. 4/3 ölçülü xanədən neçə çərək not çıxarsaq 4/2 ölçülü xanə almış olar. Elə bu ölçülər onsuz alt-alta düşüb, yəni fərqi rahat görə bilirik. 4/3 4/2-dən bir dənə artıqdır. 1 çərək. 4/3-də 3 çərək var, 4/2-də 2 çərək var və 4/3 4/2-dən 1 çərək artıqdır. 1 çərək Y variantı. Verilənlərdən hansı bənd interval deyil? Diskant D variantında uşaq zil səsidir. Diskant interval deyil. Skripka, alt, violonçel, kontrabasdan ibarət hansı tərkibli orkestr qurmaq olar? Baxaraq fikir veririk ki, yalnız və yalnız simlilərdir. Olacaq simli alətlər orkestri. Simfonik orkestr xor və boşluq qoyub. Üçün yazılmış əsər ifadəsinə hansı söz əlavə edildikdə solo ifaçının iştirakı tələb olunur. Solo ifaçı istədiyinə görə bizdən solist istəyir. Yerinə qoyduqda isə simfonik orkestr xor və solist üçün yazılmış əsər olacaq. Sultan Hacıbəyov Çex rəqsi əsərini hansı ifa heyəti üçün yazmışdır? Xalq çağı alətləri üçün yazmışdır. Çex rəqsi və Balqar suitasını xalq çağı alətləri üçün bəstəkar notu alıb. Gülarə Əliyeva haqqında verilənlərdən yanlış fikri seçin. Gülarə Əliyeva A variantında deyir, ansamblında qabı fleyta var idi mi? Var idi. Şur adında əsəri var idi, bəli, Şur fantaziyasını yazıb. Danuz ansamblını yaradıb. Opera müəllifi deyildir. Burada yazır, opera müəllifidir. Cavab da budur, D variantıdır, yanlış olan. Piano ifaçısı idi, bəli, piano ifaçısı idi. Cavab D variantıdır. Verilmiş Azərbaycan xalq rəqslərindən hansını köçəri tayfalara aid etmək olar? Bu tərəkəmədir. Köçəri rəqsidir, tərəkəmə. Niyazi aşağıdakı kinofilmlərdən hansına musiqi yazmışdır?
Niyazinin filmləri Almaz Fətəlixan Kəndlilərdir ki, sadaladıqlarımdan da burada Fətəlixanın adı keçir B variantı. İfaçı heyətinə görə aşağıdakı əsərlərdən hansı digərlərinə fərqlənir? Heyət deyirsə biz sona fikir verməliyik. Bax, A variantında orkestr üçündür, B variantında da orkestr üçündür. D-də də orkestr üçündür, heyət olaraq orkestr ifa eləyəcək, yəni. Y variantında da heyət olaraq orkestr ifa eləyəcək. C variantında skripka və gitara üçün, yəni duet şəklində ifa olunacaq. Burada orkestr yoxdur. 2 alət var. Heyət fərqlidir burada. Hamısında orkestr var, bircə C variantında heyət dəyişir, orada orkestr yoxdur. Müəllimin sadaladıqlarından hansı əsərin adı siyahıdan çıxarılsa yalnız instrumental əsərlər qalar. Yalnız instrumental əsərlər qalar. Yəni, vokal olanı çıxmalıyıq ki, yerdə instrumental olanı əldə edə bilək. Burada da variantlara baxırıq. Simfonik poema, suita, uvertüra, konsert. Bunlar hamısı A, B, C, D variantı instrumentaldır. Oratoriyada amma tərifində də bayaq əvvəlki suallarda var idi. Dedik ki, xor, solist, orkestr üçün yazıldığına görə, oratoriyada vokal partiya olduğuna görə bu yanlış variantdır. Y variantı oratoriyanı çıxmalıyıq ki, yerdə instrumental variantlar qalsın yalnız. Verilənlərdən hansı ilə cimli səhnə əsərinin giriş nömrəsi həm də muğamın tərkib hissəsi ola bilər? Bu, ümumiyyətlə vurğuluyum ki, girişə aid olanlar həmişə bir sual düşür, gözləniləndir. Müqəddimədir burada cavab. Çünki müqəddimə üçün demişdik ki, universaldır müqəddimə. Bütün əsərlərin giriş hissəsini müqəddimə demək imkanımız var, belə deyək, əvəzləyici rolunda. Təbii ki, əsərlərin özünün giriş hissəsi olur. Proloq var, uvertüra ola bilir səhnə əsərlərində. Amma digər müqəddimə də bura yararlıdır. Amma müqəddimənin 8-ci sinifdə tərifində deyirik ki, muğamın əvvəlində dəqiq vəznə, aydın ritmə əsaslanan və bəzi müəllimlər çaşdırır ki, burada muğamın əvvəli deyirsə, bu elə yalnız və yalnız muğamın əvvəlində səslənə bilər, amma bu belə deyil. Məsələn, Aşım Allan operettasının partiturasını açıb baxsaq, görəcəyik ki, əsər müqəddimə ilə başlayır. Ona görə bu yanlışlıq fikir ayrılığı yaratmasın. Müqəddimə həm irəcimli səhnə əsərlərinin giriş hissəsinə, həm də muğamın tərkibində muğamın giriş hissəsi ola bilir. Burada olur D variantı. Major ladın hansı halında 6-cı pillə bəmləşir? Burada da mövzu olaraq major minorun 3 halından söhbət gedir. 6-cı pillənin bəmləşdiriksə əgər majorda olur harmonik hal. Melodik halda 6-cı, 7-ci pillə bəmləşməlidir. Bülbül hansı operettada baş rolun ilk ifaçısı kimi çıxış etmişdir? Koroğlu operasında Koroğlu rolunda Bülbül oynamışdı. Qalan verilən nümunələrdə isə Bülbül oynamayıb. Operalardan hansı klassik opera hesab edilmir? Klassik opera hesab edilmirsə, demək ki, biz variantda muğam opera, gözümüz muğam operanı axtarmalıdır ki, söhbət B variantında xanəndənin taleyindən gedir. Koroğlu, Sevil, Azad, Nərgiz ümumiyyətlə müasir operadır. Bunlar Koroğlu, Sevil, Azad klassik opera cərgəsinə aiddir. Nərgiz müasir operadır. Xanəndənin taleyi isə muğam operadır. Adları çəkilən işarələrdən hansı notların qırıq-qırıq ifası göstərir? Qırıq-qırıq ifa stakkatadır. Liqa əlaqəli liqadır və legatadır, əlaqəli ifanı yaradır. Liqa eyni notlar arasında əlaqəli rabitəli ifa üçün ifanı təmin edir. Legata isə müxtəlif notlar arasında əlaqəli ifanı təmin edir. Mardent bəzək işarəsidir. Köməkçi səsin cəld yuxarı aşağı hərəkətinə mardent deyilir, hərfi tərcüməsi itidir. Faşlaq da eyni zamanda
bəzək işarəsidir. Çox qısa bəzək işarəsidir. Notla işarə arasında liqadan istifadə olunur. Burada da düzgün cavab olacaq D variantı. Uğurlu olsun əziz müəllimlər.